Tehranda Amerika Birləşmiş Ştatları və İsrailin bugünkü zərbələri nəticəsində İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin oğlu və gəlininin həlak olduğu bildirilir. Bu barədə Şəhər Şurasının üzvü Meysəm Müzəffər bəyanat verib. Onun sözlərinə görə zərbə nəticəsində ali rəhbərin oğlu Seyid Müstəba Xameneyi və həyat yoldaşı həlak olub. İndi aldığımız son dəqiqə məlumatı diqqətinizə çatdırırıq. İranın ali lideri Əli Xameneyinin bu səhər İsrail hücumu nəticəsində həlak olduğu bildirilir. Bunu İsrail rəsmisi The Times of Israel agentliyinə açıqlamasında deyib. Hadisənin dəqiq vaxtı və istifadə olunan zərbə vasitələri barədə əlavə məlumat açıqlanmayıb. Reuters agentliyi də Xameneyinin öldüyünü və nəşinin tapıldığını yazıb. The Times of Israel yazır ki, İsrailin baş naziri Benyamin Netanyahuya Əli Xameneyinin Tehrandakı iqamətgahından çıxarılan cəsədinə aid olduğu bildirilən foto təqdim olunub. Məlumata əsasən İsrailin bu səhər İrana qarşı həyata keçirdiyi hücumların ilk dalğasında Xameneyinin olduğu bina hədəfə alınıb.